Salam hörmətli müəllimlər. Mən MHŞM Tədris Mərkəzinin tarix müəlliməsi Süreyya Allahverdiyeva. Bu gün sizinlə bir çox MİQ və sertifikasiya müəllimlərinin qarışdırdığı bir məsələ ilə bağlı qısaca bir izah verəcəyik. Deməli, qədim Roma mütləq şəkildə Roma və Yunanistan istər MİQ, istərsə sertifikasiyada bizim qarşımıza çıxacaq mövzulardır. Yəni suallarda qarşımıza çıxacaq mövzudur. Padşahlıq dövrü bildiyimiz kimi Roma şəhərinin əsası qoyulandan, yəni eradan əvvəl 753-cü ildən eradan əvvəl 509-cu ilə qədər davam etmişdir. Respublika dövrü bildiyimiz kimi eradan əvvəl 509-cu ildən eradan əvvəl 27-ci ilə qədər davam etmişdir. Bəzən dərsliklərdə burada bir fikir ayrılığı olurdu. 27 yoxsa 30 məsələsi. Amma yeni 6-cı sinif dərsliyimizdə yəni belə bir cümlə mövcuddur ki, eradan əvvəl 27-cidən etibarən Roma imperiya adlanmağa başlandı. Biz də bu bölgünü ona görə konkretləşdirib 27 şəklində veririk və eradan əvvəl 27-dən bizim eranın 395-nə qədər olan mərhələni belə deyək götürsək, çünki 395-də bildiyimiz kimi Roma iki yerə bölünür, Qərbi Roma və Şərqi Roma olmaqla, hansı ki Qərbi Roma öz varlığını 395-dən 476-ya qədər qorudu, Şərqi Roma isə öz varlığını 395-dən 1453-cü ilə qədər qoruyub saxlamağı bacardı. İndi sual meydana çıxır ki, hər üç dövrün ortaq xüsusiyyəti nə ola bilər müəllimlər? Həm padişahlıq, həm respublika, həm imperiya. Sizcə hər üç dövrün ortaq xüsusiyyəti nədir? Bir qədər fikirləşək və mən belə desəm ki, məsələn, senatın mövcudluğu hər üç dövr üçün ortaq xüsusiyyət ola bilər, niyə də yox? Padişahlıq dövründə senat mövcuddur. Çünki senat tərəfindən seçilmiş bir nəfər ömürlük padişahlıq dövründə Romanı idarə edirdi. Respublika dövründə də senat mövcuddur. Niyə? Çünki respublika dövründə də senat tərəfindən seçilən 2 nəfər konsul Romanı idarə edirdi. İmperiya dövründə də senat mövcuddur. Çünki biz dedik ki, Oktavian Avqust, hətta əvvəllər buna prinsipiat dövrü deyirdik və deyirdik ki, zahiri əlamət olaraq respublikanın saxlanması şərti ilə imperatorun qeyri-məhdud hakimiyyəti, yəni senat səlahiyyətləri azaldılsa da öz varlığını qoruyub saxlamağa davam elədi. Yaxşı, sizə belə bir sual versəm, həm respublika, həm imperiya dövrünün ortaq xüsusiyyəti bəs nə ola bilər? Bir qədər fikirləşək. Görək, həm respublika, həm imperiya dövrünə aid ortaq hansı xüsusiyyət tapa bilirik? Məsələn, mən bir ipucu verək. İşğallar, hərbi işğallar. Elə deyilmi? Hansı ki, hərbi işğallar işğallar. Belə ki, həm biz Roma Respublika dövründə hərbi işğallara başladı deyirik, imperiya dövründə bu proses davam edir. Kimin dövründə? Məsələn, Mark Trayanın dövründə, imperiya dövründə. Bəs məhz hansı ölkə ilə aparılan müharibələr Roma